sədəf xəstəliyində istifadə etdiyimiz məlhəmimizdir. Kəpəyi təmizləyir, yaraları sağaldır və qaşınmanı aradan qaldırır. Başqa bir məlhəmimiz arı südü kremidir. Üzdə olan cibzələri götürür, üz dərisini gözəlləşdirir, ləkəni təmizləyir, qırışları düzəldir. Başqa bir məlhəmimiz bizim o miqren xəstəliyində istifadə olunur. Hətta bəzən oynaq ağrılarında da çox gözəl effekt verir. Digər məlhəmimiz, dediyimiz kimi, məcunumuz qaraciyəri təmizləyir və qanın faizini artırır, prostat vəzinin fəaliyyətini gücləndirir, cinsi gücü artırır, immuniteti yüksəldir. Bir başqa məlhəmimiz bizim oynaq ağrılarında, yırtıqlarda, sinir sıxılmalarında çox gözəl effekt verir, ağrını aradan qaldırır. Digər məlhəmimiz varikoz damar xəstəliklərində çox gözəl effekt verir və qan dövranını yaxşılaşdırır. Bir digər məlhəmimiz də bizim çapıqlar, bədəndə üzdə olan çapıqları təmizləmək üçündür. Ondan istifadə eləməklə çapıq problemini həll edə bilərsiniz.